Hər vaxtınız xeyir olsun əziz abituriyentlər. Nicat Baxışzadənin blok sınaq 6-sının izahını eləyirəm. Gəlin baxaq. Birinci sual. Sadələşdirməyə tələb olunur. Əvvəlcə upuzun bir dənə kəsir xətti çəkirəm. Baxın diqqətlə, deməli, əvvəla nə edərəm? İlk iki toplanandan hər ikisində ortaq olan A var. A-nı çıxarsam mötərizə xaricində qalar A kvadrat çıx B kvadrat. Daha sonra digər toplananlarda isə elə mənfi biri qarşıya çıxarıb A kvadrat çıx B kvadrat yaza bilərəm. Düzdürmü? Yəni bunların yerini dəyişəmsə qarşıya mənfi atmalıyım. Keçək məxrəcə. Məxrəcdə ilk iki toplanandan A kvadratını çıxarası olsam, qalacaq A çıx B. Daha sonra burada mənfi 2A-nı mötərizə xaricdən çıxarsam, baxın bu iki toplananı. Mənfi 2A-nı çıxarası olsam, qalacaq yenə də A çıx B. Son olaraq burada A çıx B-miz var. Yazıram üstə gəl. Elə mötərizədə yazaq ki, o A çıx B-ni bizim üçün növbəti addımda rahat olsun. İndi nəyə baxırıq? Baxırıq ki, A kvadrat çıx B kvadrat, A kvadrat çıx B kvadrat. Eyni şeydir, düzdür? Ona görə təkrar ortaq vurur ki, mötərizə xaricinə çıxır. Geriyə nə qalır? A çıx. Burada heç nə yoxdursa 1 deməkdir. Yəni A çıx 1. Məxrəcdə nə baş verir? Məxrəcdə baxın 1, 2, 3. Hər toplananda ortaq olan A minus B var. Ortaq vuruq kimi mötərizə xaricinə çıxası olsa qalacaq A kvadrat çıx 2A və üstə gəl heç nə yoxdur deyə 1 deməkdir. Aydın məsələdir ki, sürətdə biraz vuruqlara ayıra bilərəm. Kvadratlar fərqinin yerinə bir dəfə A plus B, bir dəfə isə A minus B yazaram. Məxrəcdə nə edərəm? Məxrəcdə də yenə A çıx B-ni saxlayım. Bilirəm ki, bu mənə hazır A çıx 1-in mötərizə kvadratını verir. İndi gəlin baxaq ixtisar proseslərinə. Bu ixtisar gedər. A çıx 1, buradakı A çıx 1-in 1-i ilə gedər. Son olaraq qalar A plus B bölünsün A minus B. Bu da bizdə Y variantı olar. İkinci sualda nə etmək olar? Əvvəla istəyirəm ki, bərabərliyin sol tərəfində olan loqaritmi 2 əsasdan x-i saxlayım. Sağ tərəfdə biraz düzənləmə eləyim. Nə edə bilərəm? Baxın, əmsaldakı 3-ü qaldıra bilərəm qüvvətə. Kökdə 3-ün üstünə qoya bilərəm. O zaman olacaq loqaritma 2 əsasdan kökdə 3-ün kubu. Düzdürmü? Daha sonra çıxılsın. Burada loqaritma 4 əsasdan 9-u necə yazaram? Bilirəm ki, 4 demək 2-nin kvadratıdır. 9 demək isə 3-ün kvadratıdır. Üstə gəl 1. Yenə də sol tərəfdən hələ ki işim yoxdur, olduğu kimi saxlayıram. Burada baxın, kökdə 3-ün kubu nə edir? Kökdə 3-ü 3 dəfə öz-özünə vurmaq deməkdir. Kökdə, baxın belə. Kökdə 3, kökdə 3, kökdə 3. Kökdə 3 ilə kökdə 3-ün hasili 3 eləyir. Kökdə 3-ə də vursam 3 kökdə 3 olacaq. Düzdür? Onda loqaritma 2 əsasından 3 kökdə 3 yazıram. Çıxılsın. Baxın burada diqqətlə fikir verin. Loqaritmanın qaydasına görə sürətdəki 2 əmsal kimi qarşıya, buradakı 2 isə məxrəcdə gələr qarşıya. O da zaten 2-də 2 1 demək olduğu üçün yazmıram. Ona görə orada 2-lər gedir birbaşa, 2 əsasdan 3 qalır və plus 1. İndi baxırıq nəyə? Yenə də sol tərəfdə hələ ki heç bir şey eləmirəm. Bilirik ki, çıxmalar zamanı, loqaritmaların çıxması zamanı onlar nisbətə çevrilir. Yəni bu ikisinin yerinə mən yaza bilərəm loqaritma əsas olduğu kimi qalır. 3 kökdə 3-ü 3-ə bölürəm. Baxın 3 kökdə 3-ü 3-ə böləndə zaten kökdə 3 qalacaq. Ardıca plus 1-imizi unutmuruq. Növbəti mərhələdə nə edirəm? Baxın plus 1 var ya. Plus 1-in yerinə mən loqaritma 2 əsasdan 2 yaza bilərəm. Niyə belə edirəm? Əsasların hamısı eyni olsun deyə. İndi olacaq loqaritma 2 əsasdan x bərabərdir. Artıq qaldı bir dənə 2 loqaritmin toplanması. Bilirəm ki, o zaman da əsaslar olduğu kimi qalır. Yuxarı hissələr vurmaya keçir. Yəni olur 2 kökdə 3. Kökdə 3-ü 2-yə vurduq. İndi bitdi. 2 loqaritma bir-birinə bərabərdir. Əsaslar eynidirsə yuxarı hissələrdə bərabər olmalıdır. Yəni x 2 kökdə 3 olmalıdır. Cavab olur B variantı. Üçüncü suala baxırıq. Ehtimal, hər birinizin yaralı yeri olan ehtimal. Sinifdəki şagirdlərin 10-u ingilis dilini, 6-sı fransız dilini, 8-i alman dilini öyrənir. Nə gözəl. Təsadüfən 3 şagird seçilir. Şagirdlərin üçünün də müxtəlif dillər öyrənmə hadisəsinin ehtimalını tap. Deməli, biz birinci dil öyrənən şagirdlərin ümumi sayını tapmalıyıq. Bunun üçün nə edirik? Bütün 3 dilin üçünü də toplayırıq. 10, 6 və 8. Toplayanda aldıq 24 şagird.
Cəmi 24 şagirdim var. Mən də təsadüfən 3 şagird seçirəm, düzdür? O zaman yazaram ki, P bərabərdir. Kəsrin məxrəcində nə yazaram? Kombinezon 24-dən 3. Çünki 24 nəfərdən 3-ünü seçirəm. Bu oldu mənim mümkün hallar. İndi əlverişli hallar nədir? Deyir, şagirdlərin 3-ünün də müxtəlif dilləri öyrənmə. Yəni ki, 3 dənə adam seçirəm, onların hərəsi bir dili öyrənsin. Biri ingilis, biri fransız, biri alman. Baxın, son cümləni təkrar edirəm. Biri ingilis, biri fransız, biri alman. Yəni 3 nəfər seçirəm. Seçdiyimin biri ingilisdən olsun. Yəni həmin o 10 nəfərdən biri olsun. Biri 6 nəfərdən biri olsun. Yəni fransızdan biri olsun. Biri də 8 dənə almandan biri olsun. İndi bunların ortasında təbii ki, vurma işarəsi qoyaram. Çünki eyni anda baş verir. Bərabərdir. Bunu hesablayaq. Bilirik ki, kombinezon n-dən 1 zaten n-dir. Sürət olacaq 10 vur 6 vur 8. Məxrəcdə isə kombinezon 24-dən 3-ü hesablasaq, belə yazaq da 24 vur 23 vur 22 bölünsün 3 vur 2 vur 1, düzdür? Burada ixtisarlarımızı aparsaq, olacaq sürət 480 verir bizə, məxrəc isə 2024, səhv eləmirəmsə. İxtisar da eləyəsi olsaq, deməli 60 səhv eləmirəmsə 253 edir deyəsən. Hə. Belə bir cavab, onsuz da B variantıdır. Cavab oldu B. Davam eləyək 4-cü sualla. Deməli, niyə bu sualda? Oturacağı MK olan MNK üçbucağında ND hündürlüyünün o orta nöqtəsindən. Baxın, ND hündürlüyü o orta nöqtəsidirsə, demək bura nədirsə, bura ondandır. Gəlin belə eləyək. XX yazaq hələlik. Daha sonra deyir ki, YF NK-ya paraleldir. Gözəl. Və YF 12-dir. O da gözəl. MN-i soruşur. Deməli, burada nə eləmək olar? Diqqətlə baxaq. Mən neyləyə bilərəm? Bura, bu bucağa bir alfa yazası olsam, bu bucağa da alfa yaza bilərəmmi? Bəli. Və yaxud da bu bucağa bir beta yazası olsam, bu bucağa da bir beta yaza bilərəmmi? Bəli. Onda əvvəla belə çıxır ki, üçbucaq DOF oxşardır üçbucaq DNK-ya. Buradan qənaətə gələrək mən bir nisbət qurmaq istəyirəm. Alfaların və betaların qarşısında duran tərəflərin nisbətini. Baxın, bu üçbucaqda alfanın qarşısında duran tərəfin, yəni DF-in, bu üçbucaqda alfanın qarşısında duran tərəfə nisbəti, yəni DK-ya nisbəti bərabərdir. Keçirik betalara. Bu üçbucaqda betanın qarşısında duran tərəfin, yəni OD-nin, hətta OD-nin yerinə birbaşa X da yaza bilərəm. Sonra digər böyük üçbucaqda betanın qarşısında duran tərəfə nisbəti. Betanın qarşısında da ND durub, yəni 2X durub. Buradan alaram ki, DF-in DK-ya nisbəti 2-də 1-dir. Çarpaz vurası olsam, DF-i alaram, daha doğrusu DK-nı alaram 2DF, düzdürmü? Əgər DK bütöv 2 dənə DF-ə bərabərdirsə, mən bura Y desəm, demək bura da Y-dir, düzdür? Bunlar bir-birinə bərabər imiş demək. Nə gözəl. Onda eyni məntiqlə mən deyə bilərəm ki, bura bütöv 2Y-dirsə, burada 2Y-dir. Daha sonra nə edərəm? Bu oxşarlıq bitirdik. Keçirik digər oxşarlığımız daha var, ona baxmağa. İndi baxırıq, biz qələmin rəngini dəyişim. Burada gördüyünüz üçbucaq ki var. Bu üçbucaqla bütöv MNK üçbucağımızın oxşarlığına baxırıq. Baxın, yazıram. Üçbucaq MYF ilə oxşardır üçbucaq MNK. İndi o zaman nə edərəm? Diqqətlə baxın. Burada oxşar olması aşkardır. Məsələn ki, bura bir dənə fi yazası olsam, bu fi bucağı həm yaşıl üçbucağın, yəni MYF-in, həm də MNK-nın bir bucağıdır. Digər tərəfdən bura nə bilim bir dənə qamma yazası olsam, aydın məsələ ki, burada bütöv qammadır və s. Ona görə iki bucağın eyni olduğunu görsək, zaten oxşardır. Ona görə nə edərəm? Uyğun olaraq tərəflər nisbətinə baxıram. Elə buradakı qamma qalsın burada. Daha doğrusu fi qalsın burada. Qammanın, fi'nin qarşısında duran tərəflərə fikir verin. YF, bir də NK, düzdür. Onda mən yaza bilərəm də YF-in NK-ya nisbəti bərabərdir.
Bir də gəlin məsələn bura bir dənə qamma deyək, bura baxaq. Qammaların qarşısına baxın. Bütöv deyirəm ha bu arada, yəni bura bütöv qammadır. Bax, balacada qammanın qarşısında MF durub, düzdür? MF. Yazıram MF. Böyükdə qammanın qarşısında isə bütöv MK durub. İndi əlimdə olanları qoyuram yerinə. Bizə vermişdi ki, YF 12-dir. Yazıram 12 bölünsün. NK bilinmir. Həmçinin bu arada onu da vurğulayım ki, burada bitmir. A nisbət hələ davam var. 3 nisbəti qursaq lap gözəl olardı. Həmçinin mən deyə bilərəm ki, buranın bütövə nisbəti MY-nin MN-ə nisbəti. Belə də demək olar. Nəysə. 12 böl NK Dedi ki, NK elimizdə yoxdur, ona görə hələ ki belə qalsın. Bərabər MF. MF-in yerinə 3Y yazsam, 2Y-lə Y-in cəmi. MK-nın yerinə bütöv 4Y yaza bilərəm. Onda burada NK-nı tapmaq olar, düzdür? Y-lər ixtisar gedər. NK bərabərdir. 12-ni vuraram 4-ə bölərəm 3-ə. Eləyəcək 16. Beləliklə cavab olar. Y variantı. Baxaq 5-ci suala. 5-ci sualın əslində 2 üsulunu deyəcəm. Biri normal klassik üsul, biri isə daha rahat yol deyəcəm. Ona görə də ikisinə də baxın. Birinci klassik yol deyirəm. Təbii ki, görürəm ki, burada kəsir yoxdur. Ona görə qoşmasına vurub bölürəm. Bunun qoşması ortadakı işarənin dəyişəndə olur. Yəni, mən həmin ifadəni 3n üstəgəl həmin o kök altındakı ifadə ilə yazacağam. Yazıram kök altında. 9n kvadrat çıx 8n plus 2. Baxın, bu ifadəni həm məxrəcdə yaratmalıyım. Məxrəc 1 idi, amma bu ifadəyə vurdum. Həmçinin bunu pluslu versiyasına vuranda kvadratlar fərqi yarandığı üçün birbaşa yazıram. 3n kvadratı çıx. Həmin o kök altındakı ifadənin kvadratı yaranmış olur müxtəsərə görə. İndi belə olan halda, baxın. Nə eləyəcək bu? Eləcə 9n kvadrat çıxılsın. Burada kök kvadratı atır zaten. Çıxmadan sonra yazacağım şey mötərəzdə yazsam yaxşıdır ki, nəysə səhv eləməyim. Hər dəfəsində mütləq şəkildə limit yazısını öndə yazmalısınız. Çünki açıq sualda və s. olanda o sizin üçün problem yarana bilər. Limit en yaxınlaşır sonsuzluğa. Demək, bərabər. Baxın, burada mötərəzənin açası olsa 9n kvadratlar islah gedəcək. Qalacaq limit en yaxınlaşır sonsuzluğa. Məxrəclə işimiz yoxdur. O, olduğu kimi yerindədir. Sürətdə 9n kvadratlar islah gedəndən sonra 8-in çıx 2 qalır. Çünki mənfi buradakıların işarəsini dəyişir. İndi biz deyirdik ki, kökün içində olanı n kvadratına baxırıq. Kökün çölündə olanları, kökdə olmayanların isə n-lərin əmsalına baxırıq. Baxın, n-in əmsalı 8-dir, n-in əmsalı 3-dür, n-in əmsalı kökdə 9-dur. N kvadratın daha doğrusu. Olacaq 8 böl 3 üstə gəl kökdə 9. Bax, bu kökü unutmayın ha. Bəzən köksüz deyirlər. Olur 8 bölünsün 3 üstə gəl 3, yəni 6 ixtisar getsə 3 də 4 olacaq. Yəni cavab B-dir olmasına. Sadəcə ikinci bir üsul da söz vermişdim ki, deyəcəm. İkinci üsul nədir? Daha rahat üsul. İndi bu üsul hər kəsin ağlına gəlməyə bilər, nəzərinizdə olsun. Yazıram ki, limit en yaxınlaşır sonsuzluğa. Mötərəzə açıram. 3n çıx. Həmin o kökün altında olan ifadəni mən belə yaza bilərəm. 3n çıx 3-də 4 kvadratı kimi. Yeni də vurğulayıram. Bu hər kəsin ağlına gəlməyə bilər. Belə olan halda bilirəm ki, kök kvadratı atacaq. Qalacaq nə? Limit en yaxınlaşır sonsuzluğa. 3n çıx. Bax, kök kvadratı atanda ifadə qalacaq nə? 3n çıx 3-də 4. Növbəti mərhələdə də mötərəzənin əsası olsam, limit en yaxınlaşır sonsuzluğa. 3n'lər islah gedəcək, nə qalacaq? 3-də 4 qalacaq. Ədədin limiti də elə özünə bərabərdir, qutardı getdi. Belə bir şey almaq olardı. Belə də yaza bilərdik. Baxaq 6-cı suala. 6-cı sualda 4 dənə toplananımız var. X-lə 1 bölü x-i, x kvadratı ilə 1 bölü x kvadratını qruplaşdırmaq istəyirəm. Yəni, yanaşı yazmaq istəyirəm. Belə olan halda nə edə bilərəm? Mən burada hər tərəfi x-ə bölərək bu ifadəni zaten ala biləcəm.
İndi bunu soruşur məndən, düzdür? Bu qalsın. Biraz boşluq buraxıram burada. Başlayıram verilən ifadəni hər tərəfini bölürəm x-ə. Baxın, yazıram x kvadrat bölü x, 4x bölü x, 1 bölü x bərabər. Zaten 0 x-ə bölünə 0 eləyəcək. Olacaq x üstə gəl 4, üstə gəl 1 bölü x. Daha doğrusu çıxılsındır bu. Bərabər 0. Buradan alaram x üstə gəl 1 bölü x nəyə bərabərdir? 4-ə. Düzdürmü? Demək ki, biz bunu tapdıq ki, bu 4-dür. Əla. Gedirəm indi kvadratlar cəmi olana baxmağa. Bura qədər gələndən sonra bunun hər tərəfin kvadratı yüksəltsəm nə alaram? Alacağım x kvadrat üstə gəl 2 vur x vur 1 bölü x üstə gəl 1 bölü x kvadrat bərabər 16. Aydın məsələ ki, burada x-lər ixtisar gedəndən sonra x kvadrat üstə gəl 1 bölü x kvadrat bu hasil 2 eləyir, düzdürmü? Müsbət 2-də də bərabərliyin sağına keçsəm mənfi 2 olacaq. Yəni 16-dan 2 çıxsam 14-ə bərabər olar. Yoxlama orada. Əminəm ki, yatırsınız videoya baxa-baxa. Yatmayın. Baxın, bu ifadəni də aldıq. Bu nəyin cavabıdır? Baxın bunun. Bu 4 idi. Bunu isə aldıq 14. Heç onları toplayırıq 4 ilə 14-ün cəmi cavab olur 18. C variantı. 7-ci sualda nə edərik? Deməli, müxtəlif üsullar var əslində burada. Gəlin baxaq. Baxın, B bucağını, ABC bucağını, yəni 90 dərəcə verib. Bura 30 dərəcədir, onda bura olar 60 dərəcə. Növbəti addımda deyir ki, AD DC-yə bərabərdir və deyir hər birisi 24-dür. Bura 24, bura 24, düzdür. Bütöv onda olacaq 48. Bax, əgər AC hipotenuzu 48-dirsə, bütöv, o zaman 30 dərəcənin qarşısında duran katet, yəni AB kateti 48-in yarısı olar, yəni 24 olar. Düzdürmü? Yəqin ki, bunlar razıyıq. İndi burada nə görürəm mən? Görürəm ki, AB AD-yə bərabər oldu. Düzdür. AB AD-yə bərabər oldusa, burada nə yarandı? Bərabər yanlı üçbucaq yarandı. Həmin qeydləri mən burada yazıram prosesdə nələr icra elədiyimizi. Aldıq ki, burada görmüş olduğumuz üçbucaq bərabər yanlıdır və təpə bucağı 60 dərəcədir. Onda oturacaq bitişik bucaqları necə taparam? Təbii ki, 180-dən 60-ı çıxıb, alınan 120-ni 2 bərabər hissəyə bölərək. 60-60 almış oluram, düzdür? Beləliklə, sən demə əslində bərabər yanlı deyil, sən demə elə bərabər tərəfliymiş. Burada da qeyd elədim. Hər 3 daxili bucağının 60 dərəcə olması səbəbindən bərabər tərəfli üçbucaq olduğunu görürük. O zaman bərabər tərəfli üçbucağın daxilinə çəkilən çevrənin radiusunu balaca r biz bilirik ki, tərəf vur kökdə 3 böl 6 düsturu ilə tapmaq lazımdır. Tərəfimiz nədir bizim? 24. Olacaq 24 kökdə 3 böl 6. 24 ilə 6-nı ixtisar eləsək cavab olacaq 4 kökdə 3 A variantı. 8-ci sualın şəklini mən indi çəkdim ki, vaxtımız getməsin. İki paralel müstəvi düşünürük. Siz bu müstəvini fikrinizdə düz xətt kimi də çəkə bilərsiniz. Fərqi yoxdur. Müstəvi arasındakı məsafə 3 cm-dir. Bu müstəvilər arasında qalan 2 mailin. Burada bu hissəyə diqqətlə baxın. Bu müstəvilər arasında qalan 2 mailin. Hansı maillərdən söhbət gedir? Götürürəm. Bu təpə nöqtədən 2 dənə mail çəkirəm. Mütləq şəkildə maillərin ucları gəlib həmin müstəvilərə çıxmalıdır. Burada da, həmçinin buradakı nöqtələrdə də. Və proyeksiyalar nisbəti üçün 4-dədir. Bilirik ki, mailin proyeksiyası demək, mailin altdakı katetlərdir. Baxın, mailin proyeksiyaları 3K, 4K yazdığım hissələrdir. Böyük mailin uzunluğu 5-dir. İndi aydın məsələdir ki, hansının proyeksiyası daha böyüksə, onun uzunluğu daha böyük olacaq. Çünki hər ikisində digər katet, yəni hündürlüyü perpendikulyar sabitdir. Əgər bilsək ki, bilirik ki, bu üçbucaqlar düzbucaq. Mən bura Pifaqor tətbiq eləsəm, hipotenuz 5, katetin biri 3 olanda aydın məsələdir ki, digər katet 4 olmalıdır. Belə çıxır ki, K1-dir də, bura 4-dürsə. Onda bu katetdə 3 olmuş olur. Bizdən soruşduğu məsafə kiçik mailin uzunluğudur. Yəni x yazdığım hissə. Pifaqora görə x kvadrat bərabərdir 3-ün kvadratı, üstə gəl 3-ün kvadratı. Buradan x kvadrat olur, deməli, 18. X də olur 3 kökdə 2. Kökdə 18 demək, 3 kökdə 2 deməkdir. Ona görə cavab oldu B. Baxaq 9-cu suala. AB 8 nisbətini 3, 4, C olaraq verib. Belə yazaq. A-nın 3-ə nisbəti, B-nin 4-ə nisbəti və 8-in C-yə nisbətinə bərabər olacaq.
Burada A-nı tapası olsam 24 böl C, B-ni tapası olsam 32 böl C yazaram. Düzdürmü? Bizdən soruşur deyir C-nin ala biləcəyi qiymətlərin sayını tapın. Bu nə deməkdir? 24 böl C o deməkdir ki, əgər ABC-nin natural olduğu vurğulanırsa təbii ki, mütləq A ədədi 24-ün bölənlərindən biri olmalıdır. B ədədi isə 32-nin bölənlərindən biri olmalıdır. Onda yazaram ki, burada nə ola bilər deyə. Daha doğrusu A da deyirəm, C ədədi. Üzr istəyirəm. C ədədi həm 24-ə, həm də 32-yə bölünən bir ədəd olmalı ki, AB natural olsun. Baxın, buradan alıram ki, C ədədi ola bilər 1, 2, 3, 4, 6, 8, 12 və 24, düzdür? Yəni 24-ün bölənləri. Digər tərəfdən isə 32-nin bölənlərini yazaram. 1, 2, 4, 8, 16 və 32. İndi bizə lazım ki, hər ikisi üçün ödənsin, yəni ortaqlar. Düzdürmü? Yazdığım o çoxluqların kəsişməsi nədir? 1, 2, 4 və 8. Bizdən soruşur, deyəcəyinin ala biləcəyi qiymətdən sayını tap. Sayı da olur 4 dənə. Cavab olur A. Baxaq 10-cu suala. Konusun oturacağının radiusu 5'dir. Baxın, radiusu yazdım. Bura 5 yazıram. Aydın məsələ ki, bu radius 5'dir. Deyir, ox kəsik düzbucağı üçbucağı. Ona görə belə bir düzbucaqlı işarə qoyuram. Deyir, kəsiyin sayəsini tapın. Ox kəsiyin sayəsi. S ox kəsiyi. Ox kəsik düzbucaqlı üçbucaqdırsa, bu düzbucağı üçbucağın sayəsini tapmaq üçün katetlərin hansını bir-birinə vurmaq kifayət eləyər. Deməli, məsələ nədən ibarətdir? Məsələn, mən bura x yazsam, burada x olmalıdır. Çünki konusunu doğuranlara aydın məsələdir ki, bərabər olur. Bəs əgər x-i necə tapa bilərəm? Hipotenuz 10'dur bütöv, düzdürmü? Onda x nə olmalı? Əgər hipotenuz 10'dursa. Bilirəm ki, bərabər yanı düzbucağı üçbucaqda katetin kökdə 2 hissəsi hipotenuza bərabər olurdu. Yəni 10'a bərabər olurdu. Buradan x eləyər 5 kökdə 2. 10'u kökdə 2'yə böləndə 5 kökdə 2. İndi x 5 kökdə 2'dirsə, sahəni necə tapırdıq? Dedi ki, katetlər bir-birinə vurub 2'yə bölməliyəm, düzdür? Onda 5 kökdə 2'ni 5 kökdə 2'yə vurub 2'yə bölməliyəm. Elə kökdə 2'lərin hasili 2 verdiyi üçün məxrəclə ixtisar gedər. Cavab elə qalar 5 vur 5, yəni 25 olar. 25 Y variantı. Baxaq 11-ci suala. Tənlinin köklərinin cəmini tapmaq tələb olunur. Əvvəla 0'dan %64 görürük burada. Biz onu 5'də 4 kimi, yəni %64 kimi, onda ixtisarında 5'də 4 edir. 5'də 4 kimi yaza bilərəm. Növbəti mərhələdə də müəyyən dəyişikliklər aparmaq olar. Gəlin belə eləyək. Mən burada bu misal üçün istəyirəm ki, açığı sol tərəfdən hələ ki bir iş görməyim. Çünki sol tərəfdə nəsə eləsəm, biraz işlər dəyişə bilər. Bərabər. Baxın, dediyim kimi %64 demək 5'də 4 deməkdir. Mən onu 5'də 4 kimi yazıram yazmağına. Növbəti mərhələdə nə edirəm? Baxın, kökdə 5 böl 2 üstündə x kvadrat çıx 5 yenə də qalır. Mən burada nə edirəm? Burada nə edirəm? 5'i kökdə 5'in kvadratı kimi yazıram. 4'ü də 2'nin kvadratı kimi yazıram. Yenə də baxın, addım yazıram, hər kəs aydın olsun. Sol tərəfdə yenə də bir dəyişiklik eləmirəm. Sağda nə edəcəm? Hər birisində kvadrat varsa, sürətdə də məxrəcdə də o kvadratı ümumi mötərizənin çölünə çıxara bilirdim. Yəni 2 böl kökdə 5, düzdür? Və qüvvətdə artıq x yerinə 2x olacaq, düzdür? Çünki 2'ni ümumi şəkildə çölə çıxardım. İndi baxıram ki, mötərizələrin içi bir-birinin tərsidir. Aman, belə olmaz. Bir-birinin tərsidirsə, məsələn, A ilə 1 böl A-nı biz necə yazırdı? Deyirdik A üstü -1, 1 böl A-ya bərabər, düzdür? Yəni, mən biri digərinin qüvvətinin əksini yazmalıyam. Onda belə eləyək də. Kökdə 5 böl 2 üstündə x kvadrat çıx 5 qalsın. Mən bu birini kökdə 5 böl 2 eləyim, amma qüvvətini dəyişim əksinə işarə ilə -2x eləyim. İndi məsələ nədən ibarətdir? Əsaslar eynidirsə, qüvvətlər də eyni olmalıdır mənasına görə götürərəm. X kvadrat çıx 5'i bərabər eləyərəm -2x. Kvadrat tənlikdə mütləq hər şey deməli keçməlidir. Bir saniyə, üzr istəyirəm uşaqlar, çox üzr istəyirəm. İndi fikir verəm. Bu 5'də 4'ün kvadratı kimi yazacaqdım mən bunu. 5'də 4'ün kvadratı kimi yazmamışam. 25'də 16 kimi yazacaqdım ki.
Çox üzr istəyirəm uşaqlar. Həqiqətən fikrimdən uçub gedib. Onda bu 4x olur da. Baxın 4x olur. Hə, indi düzəldi. Çünki %64 baxın bir dənə %64-ü ixtisar eləsək bu 25-də 16 deməkdir. 4-ü ixtisar eləsəm. O da 5-də 4-ün kvadratıdır. Fikrimdə elə tutub sizə kvadratı unudub demişəm, kvadratsız demişəm. Nəysə x kvadrat üstə gəl, o zaman bu 4x olsa. Üstə gəl 4x sıx 5 bərabər 0. Belə bir tənliyə alınır. Bunu da aydın məsələ ki, bizə demir köklər cəmini ta. Belə viyyətlə bilirsən ki, köklər cəmi demək burada duranın əksidir. Yəni elə -4-dür. Cavab da olar B variantı. Qəşəng sual idi. 12-ci suala baxaq. Trigonometrik tənlidir. Görünüşü biraz vahiməli ola bilər, amma sadələşdirəndə yəqin ki, çətin bir şey olmaz. Birincisi, sağ tərəfdə gördüyümüz bu ifadəni sol tərəfə keçirməliyik. Onda olacaq kosinus x. Gəlin elə kosinus kubunu da bunun yanından yazaq. Üstə gəl sinus 2x. Bərabərin sağında yalnız 0 qaldı, düzdürmü? Növbəti mərhələdə belə bir iş görmək istəyirəm. Baxın. Kosinus x-i mötərizə xaricine çıxarası olsam, bir çıx kosinus kvadrat x qalar, düzdür? Üstə gəl sinus 2x bərabər 0. Aydın məsələdir ki, bir çıx kosinus kvadrat x bizə verir sinus kvadrat x-i. Növbəti mərhələdə nə edərəm? 2 qat arqument düsturu tətbiq eləmək istəyirəm. 2 qat arqument düsturu nə idi? Bunun yerinə. Deməli, 2 vur sinus x, vur kosinus x qoymaq. Gəlin qoyaq. Olacaq kosinus x vurulsun. Sinus kvadrat x üstə gəl bu şey. Yəni 2 sin x və vur cos x. Bərabər 0. Burada nə baş verər? Sin x ilə cos x-in hasilini mötərizə xaricində çıxarası olsam, baxın sinlə cosun birini çıxarıram. Burada axı sin kvadratdır, 2 dənədir də, düzdür? Əgər sinin birini çıxarmışamsa, biri qalıb onda. Üstə gəl. Bax, sin x-dən cos x-i çıxarmışam, amma ikisini çıxarmamışam. Ona görə 2 var orada. İndi hər iki vuruğu sıfıra bərabər eləməliyim. Bir dəfə sin x vur, cos x-i sıfıra bərabər eləyərəm. Bir dəfə isə sin x plus 2-ni sıfıra bərabər eləyərəm. Aydın məsələdir ki, sin x -2-yə bərabər ola bilməz. Bu mümkün deyil, boş çoxluq. Digər tərəfdə bu aldığımız cavabı isə ayrı aralıqda həll eləyək. Bir dəfə sin x-i sıfıra bərabər eləyək. Bir dəfə isə cos x-i sıfıra bərabər eləyək. Sin x-i sıfıra bərabərində x olacaq pi k. Cos x-i sıfıra bərabərində x olacaq pi bölü 2 üstə gəl pi k. Xüsusi hallarda da bunlar ona görə. İndi məsələ nədən ibarətdir? Bizə nə deyirdi? Tənlini həll edin. Aha, indi bu iki aldığımız cavaba ortaq bir cavab seçmək lazımdır. Düzdür? Biri 0 üstə gəl pi k-dır, biri pi bölü 2 üstə gəl pi k-dır. Mən ümumi olaraq x bərabər, deməli pi k bölü 2 seçsəm doğru cavabı almış olaram. Çünki k-ya 1 verəndə həmin o pi bölü 2-ni ala biləcəm. Ona görə cavab olar A variantı. Bu qədər asan. Baxaq 13-cü sualı. Fx funksiyası verilib. Deyir, funksiyası tək funksiya olarsa p, q, p üstə gəl, p, q deyir, bu ifadəni tap. Demək, nə edərəm? Əslində düşünürəm ki, fx-i vurub açmaq ən rahat üsuldur. Baxın, gəlin bir vurub açaq. Px-i 2x-ə vuraq. Eləyəcək 2px-in kvadrat. Üstə gəl. Sonra px-i q-ya vuraq. Olacaq p, x, q. P-q-x də deyə bilərik, fərq yoxdur. Sonra px-i 4-ə vursaq, olacaq üstə gəl 4px. Daha sonra üstə gəl yazıram. Keçirəm bu hissələrə, biri vurmağa. Baxın, biri vuranda hamısı elə bu özü qalacaq da təkcə. Biraz bu hissələri kiçildək ki, hamısı sığışsın. Olacaq üstə gəl 2x, üstə gəl q, üstə gəl 4. Baxın, diqqətlə fikir verin. Bizə deyir ki, tək funksiya olsun, düzdür. Tək funksiya olmasını istəyirəmsə, cütlər getməlidir, təklər qalmalıdır. Bax, bu təkdir də, düzdür. X da qalmalıdır. Bu qalmalıdır, bu qalmalıdır. Amma nə ki cütlər var, onlar getməlidir. Bu getməlidir məsələn. Niyə? Çünki kvadrat üstündə 2px kvadrat, bu 0 olmalıdır. Digər tərəfdən, buradakı q plus 4 qalıb, o da 0-a getməlidir. Buradan q-ni alaram -4, buradan da p-ni alaram. 2p əgər 0-dırsa, p də elə 0 olmuş olur. Bizdən soruşduğu ifadə nə idi? P üstə gəl q, üstə gəl pq. Yəni 0 üstə gəl -4,
Üstə gəl. 0 ilə -4-ün hasili zaten 0 eləyəcək. Cavab olacaq elə -4. Y variantı. Baxaq 14-cü suala. Bizə A ədədini verib. Deyir ki, sadə bölənlərinin sayı m-ə bərabərdir. Bunu sadə bölənlərin sayını necə taparam? Əvvəla bilməliyəm ki, 6 3 vur 2 şəklində sadə vuruqlara ayrılmalıdır. Eyni məntiqlə 15 3 vur 5 şəklində hasil kimi yazılmalıdır. Daha sonra bilməliyəm ki, qüvvət həm 3-ə, həm 2-yə aiddir. Ona görə 3 üstündə m üstəgəl 2 və 2 üstündə m üstəgəl 2 kimi yaza bilərəm. Növbəti yenə də 3 üstündə m çıx 2 və 5 üstündə m çıx 2 yaza bilərəm. Növbəti mərhələdə isə 3 olanları birləşdirib bir yerdə yazıram. Qüvvətlər toplanmalıdır vurma zamanı. M üstəgəl 2 ilə m çıx 2-ni toplayanda 2-lər islah gedər, qalar 2m. 2 üstündə m plus 2, bir də 5 üstündə m çıx 2. İndi biz m-i bəs necə tapaq əsas məsələ? Bizə deyirdi ki, sadə bölən m dənədir. Burada 1, 2, 3. 3 dənə sadə bölən gördüyümüz üçün qənaətə gəlirik ki, demək ki, m 3 imiş. M 3-dürsə, m-in yerinə 3 qoyub hesablayaq. 3-ün üstündə 2 vur 3, yəni 6. Burada nə görürəm? Deməli, 3 qoysaq yerinə 5 eləyəcək. Burada da 3 qoysaq yerinə 1 eləyəcək. Yekun olaraq ədədimiz nə eləyəcək? Bunların hasili. 3 üstü 6-ın yerinə 729 qoysam, 2 üstü 5-in yerinə 32 qoysam, bu da elə 5 deməkdir. Hər birisinin 7-yə bölməsindən alınan qalığı yazsaq. 729 7-yə böləndə qalıq 1 eləyir. Çünki 728, 104-ü 7-yə vuranda 728 eləyir, qalıq 1 qalır. 32-ni 7-yə böləndə alınan qalıq, deməli, alınan qalıq 4 olar. 5-in 7-yə bölməsindən alınan qalıq isə elə 5. Düzdür? Olacaq 20. Hasil 20-dir. İndi 20-ni təkrar 7-yə bölməsindən alınan qalığa baxa bilərəm. 20-ni 7-yə böləndə də bilirəm ki, qalıq nə olacaq? Elə aşağıdan yazım. 20-ni 7-yə böləndə qalıq eləyəcək bizdə 6. Cavab olacaq A variantı. Bu rahat üsulu istifadə edə bilərsiniz misallarınızda. 15-ci sualda bir dənə məsələmiz var. Mağazaya 120 ədəd soyuducu, televizor və toz soran gətirilib. Fikir versəz, televizor toz soranın sayını verməyib. Birinə x, birinə hələ ki y deyək. Deyir, soyuducunun sayı toz soranların sayından 1.5 dəfə çoxdur. Baxın, soyuducu əgər toz soranan 1.5 dəfə çoxdursa, mən toz soranı tapa bilərəm. Yazaram ki, soyuducu bərabərdir, yəni 120 bərabərdir. Toz soran vur 1.5. Toz soranı y demişəm, yəni y vur 1.5 yazaram. Daha sonra oradan y tapmaq olar. Deyir ki, toz soranların sayı televizorların sayının 80%-ni təşkil edir. Aha, toz soranların sayı nə deməkdir? Y. Televizorların sayının, yəni x-in 80%-ni təşkil edir. Yəni vur 0.8. İndi bizə deyir ki, mağazaya neçə soyuducu gətirilib? Üzr istəyirəm, mən məsələni düz oxumadım. Vergülü qoyublar bura. Cəmi 120 ədəd deyir. Düz oxumadım uşaqlar, üzrlü sayın. Mən düşündüm ki, 120 ədəd soyuducu deyir. Vergülü də qoyub. Cəmidən başdan sizə danışım onda. 3 dənə bizim əşyamız var. Cəmi sayı 120-dir. Bura yazdıqlarım biraz dəyişiklik eləməli olacaq. Baxın, deyir, soyuducunun sayı toz soranın sayından 1.5 dəfə çoxdur. Gəl onda soyuducunu bir dənə S eləyək. Tutaq ki, S-nə işarə eləyək. Sonra var televizor. Televizora bir dənə T deyək. Sonra var toz soran. Toz soran nə deyək? Bir dənə ona da böyük T deyək. X, Y deyil. Neyse, siz deyin. İndi deyir, soyuducunun sayı toz soranın sayından 1.5 dəfə çoxdur. Aha. Onda yazaram ki, böyük T bərabərdir. 1.5 vurulsun. S bərabər, ikinci cümləni oxudum. S bərabərdir toz soranların sayından 1.5 dəfə çox. 1.5 vur böyük T. Sonra toz soranların sayı, yəni böyük T
Televizorların sayının 0.8-idir. Mağaza neçə soyuducu gətirilib. İndi bunların üçün cəmi olmalı idi 120. Bax, S balaca T, böyük T. Bunların cəmi 120 olmalıdır. S-in yerinə 1.5 böyük T qoyuram. Üstə gəl. Balaca T qalsın. Böyük T-nin yerinə də 0.8 balaca T qoyuram. Növbəti mərhələdə baxın, böyük T-ni bayaq dedik axı. Böyük T-nin yerinə 0.8 T qoyma olar. 0.8 T-ni vurmaq lazımdır 1.5-ə. Onda olacaq 1,2 balaca T üstə gəl. Bunlar nə eləyir ikisi bir yerdə? 1,8 balaca T bərabərdir 120. Bu da bizə verir 3T. 3T əgər 120-dirsə, demək ki, TV-miz oldu 40. TV 40-dır, bizdən soruşur. Soyuducunun soyuducuya da demişdik 1.5-dir. Yəni 1.5 vurulsun. Soyuducu böyük T. Böyük T'ni tapmaq üçün da böyük T'nin yerinə də T vur 0.8 qoysaq, eləcə 1.5 vur 40, vur 0.5, 8. 40-ı 1.2-yə vurmaq demək olacaq 48-dən, B variantı. Bizə funksiya verilib, qrafikə x0 bərabər 2 nöqtəsindən çəkilən toxunan tənliyi bu şəkildədirsə, AB cəmini tapın. Əvvəla bu toxunan tənliyi ki var, buradan mən K-nı tapa bilərəm. Və biz nədən istifadə edəcəyik? F'(x0) demək K deməkdir. Bu anlayışdan istifadə edəcəyik. Ona görə gəlin əvvəlcə törəməni tapaq. Verilən funksiyanın törəməsini necə taparam? Baxın. Deməli. Əvvəla A əmsalı burada yerində qalır. A vur. Ln-in törəməsini necə tapırdıq? Ln x demək deyirdik ki 1 bölü x deməkdir. Yəni 1 böl x bölü 2. Amma x-in yerində duranın törəməsinə vururduq. Yəni x bölü 2-nin törəməsinə vurmalıyam. Çıx. Mənfi bx kvadrat var burada. Deməli, aydın məsələ ki, x kvadratın törəməsi nə idi? 2x idi. Qabağında da b var deyə çıx 2bx olur. 5-in törəməsi zaten 0-dır. Bunu biraz sadələşdirəsi olsam, baxın, buradakı məxrəzdəki 2 yuxarı qalxar. Onlar 2a böl x vurulsun. X böl 2-nin törəməsi 2-də 1-dir. Vur 2-də 1, çıx 2bx. Biraz daha sadələşdirsəm, burada 2-ləri ixtisar aparsam, a bölü x çıx 2bx almış olaram. İndi bizə deyirdi ki, belə bir tənliyi var burada. Toxunan tənliyi belə bir tənliyidir. O tənliyi biraz sadələşdirək. Y üstə gəl, qələmin rəngini dəyişim. Y üstə gəl 2x çıx 5 bərabər 0. Buradan y bərabərdir nə olur? Mənfi 2x üstə gəl 5-dir. Yəni ki, k-sı mənfi 2-dir. İndi k mənfi 2-dirsə, törəmədə x0-ın yerinə, yəni 2-ni qoysam, mən k-nı ala bilərəmmi? Bəli. F'2-ni gəlin hesablayaq. Törəmə özü buradadır. X-in yerinə 2 qoyanda a bölü 2 çıxılsın. 2b vur 2, yəni elə birbaşa 4b deyə bilərəm. Bunu bərabər eləyərəm mənfi 2-yə. Növbəti mərhələdə nə edərəm? Hər tərəfi 2-yə vurum. A çıx 8b bərabər mənfi 4 olsun. Əlavə olaraq bizə bu tənlik kifayət eləmir də AB cəmini tapmağa. Başqa nə lazımdır? Baxın, x0 bərabər 2 nöqtəsindən çəkilən toxunanın tənliyi budursa, buradan y-i hesablaya bilərəm. Aydın məsələ ki, y bərabərdir. Hətta buradan yaza bilərəm. Baxın, x-in yerinə 2 qoyanda y bərabərdir. Mənfi 2 vur 2 üstə gəl 5. Eləyəcək, deməli, 1. Düzdür. Bu 1 nə deməkdir? Demək ki, y 1-dir. Yəni fx 1-dir deməkdir. Fx-in 1 olmağı nə deməkdir? Funksiyada x-in yerinə 1 qoyanda, x-in yerinə daha doğrusu 2 qoyanda, üzr istəyirəm, nöqtəmiz 2-də axı, 1 verəcək demək ki. O zaman mən bir kənarda yaza bilərəm ki, bunu bir də biraz kiçildək. O zaman yazaram ki, funksiyanın özündə x-in yerinə 2 qoyanda 1 eləməlidir. A vur ln 2 bölü 2 çıx b vur 2-nin kvadratı plus 5 bərabər 1. Ln 1 eləyəcək. Bu ln 1 demək də zaten 0 deməkdir. Ona görə bu 0-a gedəcək. Qalacaq mənfi 4b üstə gəl 5 bərabər 1.
4b bərabər olur 4-ə, b də bərabərdir 1-ə. Əgər b 1-dirsə, burada gətirib yerinə qoyaq. O zaman a bərabər olar, deməli 4-ə. Bizdən soruşur da AB cəmini, olacaq 4 üstə gəl 1, cavab olur 5. A variantı. Baxaq 17-ci suala, maraqlı məsələyə oxşuyur. Deməli, trapeziya sahələri eyni olan paraleloqram və üçbucağa ayrılıb, trapeziyanın kiçik oturacağın uzunluğu 5 sm olarsa, yazıram bura 5, onun böyük oturacağın uzunluğunu tapın. İndi, mən burada trapeziyamızı paraleloqram və üçbucağa ayırmışamsa, bilməliyim ki, paraleloqramın qarşı tərəfləri bir-birinə paralel və bərabər olur. Əgər bura 5-dirsə, onda burada 5 olmalıdır. Gəlin bu biri tərəfə x yazaq, yəni üçbucağın oturacağını x yazaq və ümumi böyük oturacağımızı soruşanda bizdən 5 ilə x-in cəmini tapacaq. Gəlin hündürlüklərimizə baxaq. Baxın, mən buradan endirəcəyim hündürlük, aydın məsələdir ki, paraleloqramın hündürlüyüdür. Eyni hündürlük, eyni ölçüyə malik olan hündürlüyü buradan da endirə bilərəm. Yəni, bunların hər ikisinin hündürlükləri əslində h-dır. Bizə deyir ki, həmin paraleloqramla üçbucağın sahələri eynidir. Paraleloqramın sahəsi SP yazıram. AH düsturu ilə tapılır. Düzdür? Yəni 5h. Amma üçbucağın sahəsi isə 2-1 AH düsturu ilə tapılır. Yəni 2-1 artıq mənim tərəfim nədir? X-dir. H-ım isə elə h-dır. Bunları bir-birinə bərabərləşdirsəm. 5h-ı 2-1 x-h-a bərabərləşdirsəm. Hər iki tərəfdən h-ları tullasam. 2-1 x bərabər olar 5-ə. Çarpaz vurası olsam x olacaq 10. X 10-dur. Cavabda da 10 var. Tələsmək lazım deyil. Çünki bizdən böyük oturacağı soruşur. Yazıram böyük oturacaq. Böyük oturacaq nəyə bərabərdir sizdə? Aydın məsələdir ki, 5 ilə x-in cəmi olduğu üçün 5 ilə 10-un cəmidir. Yəni cavab olar 15. Y variantı. Baxırıq növbəti sualımıza. Xətləri ilə hüdudlanan fiqurun sahəsi. Deməli, biz burada inteqralla tapırıq həmin fiqurun sahəsini və necə tapırıq? İntegral. Əvvəla, baxın, fikir verin. Bizim hələ ki ortada sərhədlərimiz yoxdur. Sərhədlər necə tapılması gərəkdiyini göstərəcəm o öz yerində. İndidən amma bir şey deyim ki, sizə ki funksiya veriləndə həmin funksiyaların qrafiklərinin hüdudlandırdığı fiqurun sahəsi soruşulanda inteqralla yazırsınız. Funksiyalar bir-birindən çıxırsınız. Hansından hansının çıxmanın fərqi yoxdur. Çünki onsuz da yekun olaraq cavabı mənfi alsanız belə sahə heç vaxt mənfi olmaz deyib müsbət götürəcəksiniz. Baxın, mən bundan bunu çıxıram. Olacaq x kvadrat, üstə gəl 2, çıx, 4, plus x olacaq, düzdür? Çünki çıxma icra edirəm. Onda birbaşa x kvadrat, üstə gəl x, çıx 2 yaza bilərəm yəqin ki. İndi, bu mənim funksiyam. Təbii ki, inteqrala görə diferensial dx-i qoyuram. İndi sərhədlərimizi necə tapırıq? Sərhədlərimizi verilən iki funksiyanı bir-birinə bərabərləşdiriləndə alınan köklər bəlirləyir. Əslində bilirəm ki, burada x kvadrat üstə gəl x çıx 2 yaranır. Düzdür? Bərabər 0. Burada sərhədlərimiz olur x1 bərabərdir mənfi 2, bir də x2 bərabərdir 1. Ona görə sərhədlərimiz mənfi 2-dən 1-ə olmuş olur. Gəlin indi hesablayaq. İnteqralı necə taparıq? İnteqralı tapanda qüvvəti 1 vaid artırıb artırdığını bölürsən. Məsələn, x kvadratın inteqralını tapanda 1 vaid artırdım x kubu, həmin 3-ə bölürəm. Üstə gəl, x-in inteqralını tapanda qüvvətin 1 vaid artırıram, edirəm x kvadratı, həmin 2-yə bölürəm. Daha sonra 2-nin inteqralı da 2, 2-nin yanında x yoxdur axı. Daha doğrusu x var da qüvvəti 0-dır. Onda qüvvəti 0 olan x-dirsə əgər 2 üstü x 0 belə bir şeydir, yəni. Bunun qüvvətini 1 vaid artırsam 1 eləsəm, sonra təkrar 1-ə bölsəm, elə birbaşa 2x yaza bilərəm. Təbii ki, qarşısında çıxma var, nəzərimizdə olsun. Daha sonra dx falan yazma ehtiyac yoxdur. Artıq inteqralını tapdıq, çünki sərhədlərimiz mənfi 2 ilə 1 idi. Bir dəfə həmin o ifadədə x-in yerinə 1, bir dəfə isə mənfi 2 qoyuram, alınan cavablar bir-birinə çıxıram. 1 qoyası olsam, 3-də 1, üstə gəl 2-də 1, çıx 2, belə bir cavab alaram. Bu cavabdan çıxmalıyam, mənfi 2 qoyanda aldığım cavab. Mənfi 2 qoysaq nə baş verəcək? Olacaq 3-də, mənfi 3-də, deməli, mənfi 2-nin kubu axı mənfi 8 ona görə. Daha sonra, üstə gəl, x kvadratını 2-yə bölmək, yəni 4-ü 2-yə bölmək 2 eləyir. Bir də mənfi 2-ni mənfi 2-yə vursam, elə eləyəcək 4. Plus 4 yazdım. Bərabər. Bu bizə nə verəcək?
3'də 1, 2'də 1'dən 2 çıxanda, bir saniye mən bunların hamısının gəlin mənfilərini açaq. Olacaq üstə gəl 3'də 8, plus 6'da olacaq minus 6. Düzdür? İndi baxaq. 3'də 1 ilə 3'də 8'in cəmi eləyəcək 3'də 9. Daha sonra üstə gəl 2'də 1. Bir də mənfi 2 ilə mənfi 6 edir mənfi 8. Düzdür? Eləyəcək 3 üstə gəl 2'də 1 çıxır 8. Yəni mənfi 5 üstə gəl 2'də 1. Bu da bizə verər 4,5'i. Təbii ki, mənfi 4,5 alındı o heç. Yəni indi siz həmişə müsbətini götürəcəksiniz, modulunu götürəcəksiniz. Cavab olur D variantı. Sevimli kompleks ədəd sualımız. 2 kompleks ədəd verilib, onların hasilini soruşur. Deməli, Z1-in Z2-yə hasilini tapmaq üçün 3 üstə gəl i-ni vurmalıyam. Mənfi 4 üstə gəl 8 i. Normal qaydada vurub açmaqla yaza bilərəm. Olacaq mənfi 12 üstə gəl 3'ü 8 i-yə vuranda 24 i. i-ni mənfi 4'ə vuranda mənfi 4 i. i-ni 8 i-yə vuranda olacaq 8 i kvadrat. İndi məsələ nədən ibarətdir? Mənfi 12. Baxın 24 i-dən 4 i çıxanda eləyəcək 20 i. i kvadrat mənfi 1 olduğu üçün olacaq mənfi 8. Son olaraq mənfi 12'dən 8 çıxaram. Mənfi 20 üstə gəl 20 i deyə bir cavab alarım. Cavab olar A variantı. Burada 20-ci suala baxsaq. 20-ci sual əslində şifahi sualdır. Cavab C variantıdır. Niyə? Çünki diqqətlə fikir verin. Bu iştirilənən hissə əslində B çoxluğuna oxşuyur. Sadəcə C-yə aid olmayan hissəsidir. Yəni ki, A ilə B-nin kəsişməsini götürüblər. A ilə B-nin kəsişməsi normalda bütöv bu B çoxluğu elə özüdür. Amma C-yə aid olmayan hissəsini götürüblər. Yəni A ilə B-nin kəsişməsinə aid olsun, amma C-yə aid olmasın deyiblər. Ona görə C-yə düşən hissələri götürüb ağardıblar, siliblər. Sadəcə qalıb bu hissə iştirikli. Digər variantlara baxası olsaq, məsələn A variantına. Deyir A ilə C-ni kəsişdir. A ilə C-nin kəsişməsi demək aydın məsələdir ki, baxın bu hissədir, A ilə C-nin kəsişməsi. Sonra deyir bunu da B ilə birləşdir. Yaxşı, B ilə birləşdirəsi olsam, bax belə bir cavab almalıydı. Təbii ki, bu yanlışdır. B variantını yoxlasaq, deyir ki, C-də olsun, bu drop xətti, slash xətti ki var, o nəyə göstərir? Birincidə olsun, bu birində olmasın deməkdir. C-də olsun, AB birləşməsində olmasın. AB birləşməsi əvvəla elə A kvadratı bütöv özü deməkdir. Burada olsun, amma C çoxluğunda olmasın deyirsə, mən bu C çoxluğunu saxlayıram. Qalan hər yerini, bu A kvadratı ki var, bütün hər yerini rəyləyirəm. Belə bir şəkil olsaydı götürmək olardı. D variantına baxsam, deyir AB kəsişməsi, burada heç C işarə qoymayıblar, heç başa düşülən bir şey deyil, bu yanlış bir şeydir. Burada nə siləş var, nə birləşmə, kəsişmə, bu ümumiyyətcə yanlışdır. Hər üçün kəsişməsi də aydın məsələdir ki, baxın bu hissədir. Sadəcə bura iştiriklənsəydi götürə bilərdik. Bu belə. Baxın 21-ci suala, maraqlı sual oxşuyur. Mən şəkli sizin üçün çəkmişəm. Diqqətlə bir daha oxuyaq. ABC üçbucağının BT tənbölənin üzərində qeyd olmuş K nöqtəsindən AB tərəfinə KY, BC tərəfinə KF perpendikulyarlar çəkilib və bizə verib ki, ABC bucağının kosinusu mənfi 25'də 7'dir. Daha sonra B yeni 6 verib KF soruşur. Əvvəla, başlayaq neyini? Tənbölən dediyi alfa yazmışam, perpendikulyarların işarəsini qoymuşam və verilən altını burada qeyd eləmişəm. Bizə verib ki, kosinus bucaq ABC. Bucaq ABC demək, aydın məsələ ki, buradakı 2 alfa deməkdir. O zaman yazaram. Kosinus 2 alfa əgər mənfi 25'də 7'dirsə, mən görəsən kosinus alfanı tapa bilərəmmi? Məsələ buradandır. Yaranır. Kosinus alfanı gəlin gedək tapmağa. Necə taparam? Bunun üçün kosinus 2 alfanı, daha doğrusu kosinus kvadrat alfanın dərəcə azaltma düsturundan istifadə eləmək istəyərəm. Necə edir düstur? 1 üstə gəl kosinus 2 alfa bölü 2. Bunu əlaqələndirib tapa bilərik əslində. Onda olacaq kosinus kvadrat alfa bərabərdir. Baxın 1 üstə gəl. Bunu toplayıram. 1 ilə toplayıram. Mənfi 25'də 7'ni. Yəni 1'dən çıxıram 25'də 7'ni. Və bölürəm 2'yə. Bu bizə nəyi verəcək? Sürət olacaq 25'dən. 25'dən 7 çıxsam 18. 2'yə də böləsi olsam mənə verəcək 50'də 18. İxtisar eləsəm 25'də 9. Düzdür? İndi kosinus kvadrat alfa buna bərabərdirsə, kosinus alfa özü bərabər olur. Kök alsam 5'də 3'ə.
Düzdür? İndi gedək baxaq. İndi sən nəyi bilməlisən? Bilməlisən ki, bu kosinus alfanı necə taparam? Kosinus ümumiyyətlə nəyə nisbət edir? Bitişik katetin hipotenuza, bəli. Yazıram ki, kosinus alfa bərabərdir bitişik bölünsün hipotenuz. Ona görə də demək, bizim bitişiyimizə düşür 3K, hipotenuzumuza düşür 5K. Məlum məsələdir ki, onda bura 4K olmalıdır, düzdür? İndi sən bilməlisən burada nəyi əsas məsələ olaraq? Bilməlisən ki, burada YB BF-ə bərabərdir. Onda belə çıxır ki, 4K 6-dır. K olacaq 6 böl 4, yəni 1/5. K 1/5-dirsə, bizdən nə soruşulurdu? KF. KF-ə nə demişik? 3K demişik, düzdür? Üzr istəyirəm uşaqlar, mən düzgün yazmadım. Bitişik katet yazmaqdan 3K-nı səhv yerə yazmışam. 3K buradadır. 5K orada hipotenuz, amma alfaya bitişik olan katet 3K burada, ona görə. Nəysə, onda 3K-nı 6-ya bərabər eləsək, K-nı alaram 2. Bizdən soruşur KF-i. KF-ə də Pifagora görə 4K demiş. KF 4K-dır. 4 vur 2. Cavab olacaq 8. Bitti. Cavab olur B variantı. Bu arada bu əslində aşağıdan gələn bir şeydir. Burada gördüyünüz üçgənlər var, bu və bu. Bu iki üçbucaqlar hipotenuzları ortaqdır. Bucaqları hər şey eynidir. Ona görə onlar bir-birinə kongruent bucaqlar, üçbucaqlar olmuş olur. Yəni ki, alfanın qarşısında duran katetlər YK ilə KF, bunlar da bir-birinə bərabərdir. Həmçinin digər katetlər də bir-birinə bərabər olmuş olar. Belə bir şəkil çəkdim 22-ci sualda. Tərəfləri 15-17, 8 olan üçbucağın medianlarının kəsişmə nöqtəsindən kiçik tərəfə qədər məsafə. Əvvəla tərəfləri 15, 17 və 8-dirsə, demək bu düzbucaqlı üçbucaqdır. Çünki Pifagoru ödəyir. 15-in kvadratı 225, 8-in kvadratı 64, onların cəmi 289 eləyir və bu həqiqətən də 17-nin kvadratıdır. Ona görə də düzbucağın üçbucaq olduğundan mən medianları çəkdim, onların kəsişmə nöqtəsini tapdım və kəsişmə nöqtəsindən kiçik tərəfə qədər, yəni 8-ə qədər olan məsafəni tapmalıyam. Yəni bu x yazım bu hissəyə, o x-i tapmalıyıq. Necə tapırıq? Tərəflər verilibsə, mən bilirəm ki, buradan bu hissəyə qədər 4, həmçinin buradan da bura qədər 4-dür. 15-i də eyni məntiqlə yarıya bölə bilərəm. 7/5, 7/5 şəklində. Son olaraq burada da 17-ni yarıya bölsəm 8/5, 8/5 yaza bilərəm. Əslində bunu bölmək vacib deyil. Sadəcə bir hissəni göstərmək istəyirəm. Burada üçbucaq yaranıb. Söhbət hansı üçbucaqdan gedir? Əvvəla 3 dənə median çəkiləndə 6 dənə 1, 2, 3, 4, 5, 6. 6 dənə sahələrə eyni olan üçbucaqlar əmələ gəlir. Və yaxud da bunlardan biri bütöv üçbucağın sahəsinin 6-da bir hissəsi olmuş olur. Və yaxud da bunları silib ikisini saxlasam, deyə bilərəm ki, bu ikisinin sahəsi ümuminin 3də biridir də deyə bilərəm. Fərqi yoxdur. Gəlin elə biz bu bir dənə ilə işləyək. Bu üçbucaq ki, görürsünüz burada, baxın, rəyləyirəm. Bu üçbucağın sahəsi, ümumi üçbucağın sahəsinin 6-da bir hissəsi olmalıdır. Gəlin ümumi üçbucağı hesablayaq. Katetdən hasinin yarısıdır. Yəni ki, 8 vur 15 böl 2-dir. Olacaq 15 vur 4, yəni ki, 60. Ümumi 60-dır. Bizim yaşıl hissəmizdə S yaşıl yazıram. Onun 6-da 1 hissəsi olmalıdır. 6-da 1 vur 60, yəni ki, 10-dur. İndi yaşıl üçbucağın əgər sahəsi 10-dursa, x-i tapmaq olar sahəyə görə. Çünki bilirəm ki, 2-də 1 AH üstü ona görə 2-də 1 vur oturacaq, yəni 4. Vur hündürlüyü, yəni x. Bunu bərabər eləsəm 10-a, 2x bərabər 10-dan x-i taparam 5. Əslində rahat üsul düşünürəm ki, budur. Və yaxud da medianlara girişməli olacaqdıq ki, buna da ehtiyac yoxdur. Bunların hamısını bir-bir bölməyə ehtiyac yoxdur. O hündürlük hansı tərəfə çəkilibsə, həmin tərəfi yarıya bölsəm kifayətdir. Yəni, bunlar sizi çaşdırmasın. Amma təbii ki, sualın şərtindən asılı olaraq bölmək tələb oluna bilər. Gəlin baxaq 23-cü suala. 23-cü sualı istəyirəm Bezo teoremi ilə izah edeyim. Demək, söhbət nədən gedir? Yadda saxlayın bu qaydanı. Demək, bizə bir dənə çox ədli verib. Ümumiyyətlə, qaydanın özü nədən ibarətdir? Hər hansı bir çox ədlini belə bir başqa çox ədliyə bölünməsinə alınan qalığı tapmaq üçün
Burada gördüyünüz sərbəst səddin əksini götürüb çoxluğun özündə verilən, daha doğrusu çoxluqda deyirəm, çox hədinin özündə, yəni verilən funksiyada yerinə qoyub hesablaya bilərəm. Məsələn, mənə əgər bu ədədə bölünməsinin alınan qalıq mənfi 10-dur deyirsən, demək mən verilən funksiyada x-in yerinə burada duran ədədin əksini, yəni mənfi 1-i qoysam, cavabı tapa bilərəm. O zaman yazıram ki, baxın, burada mənfi 1-i qoysam nə olacaq? Olacaq mənfi b, üstə gəl a, çıx 3. Bunu bərabərləyirəm, mənfi 10-a özü verib. Buradan aldıq ki, a çıx b bərabərdir. Mənfi 10-un üstünə 3 gəlsəm, mənfi 7-yə. Digər tərəfdən 2 qoysam, bərabər eləməliyəm 26-ya. Gəlin yazaq. 2 qoyaq yerinə verilən çox hədlidə. 2-nin kubu 8 elədiyi üçün olacaq 8b. Üstə gəl. 2-nin kvadratı 4 elədiyi üçün 4a olacaq. 3-ü 2-yə vuranda da 6 eləyəcək. Bərabər eləsəm 26-ya. 4a üstə gəl 8b bərabər 20 tənliyindən hər tərəfi 4-ə bölsəm 2a üstə gəl. Daha doğrusu a üstə gəl 2b bərabərdir 5 alaram. İndi bu ikisini sistemdə gəlin yazaq. A üstə gəl 2b bərabər 5. Tərəf-tərəfə çıxaq. Altdan yuxarını çıxıram. 2b-dən çıxıram mənfi b. 5-dən də çıxıram mənfi 7. O zaman olacaq 3b bərabər 12. B-ni tapacağım 4. Əgər b 4-dürsə, istənilən tənlikdə yerinə qoyub A-nı tapmaq olar. A üstə gəl 2b, yəni 2 vur 4 bərabər 5-dən A-nı taparam mənfi 3. Bizdən soruşurdu AB ədədlərini deyir cəmini tap. A plus B bərabərdir. Nə olacaq? 4 çıx 3, yəni 1 olmuş olacaq cavabımız. Biraz yerimiz çatmasa da cavab oldu 1. Növbəti 24-cü suala baxsaq, bu da yenə rahat bir sualdır. Deyir ki, vektorlar verilib A vektoru B vektoruna bərabərdir. Onda A vektorunun apsisi B vektorunun apsisinə bərabər olmalıdır. Yəni 3A çıx 4 bərabər mənfi 7. Digər tərəfdən ordinatı da ordinatla bərabər olmalıdır. Yəni 2b plus 1 5-ə bərabər olmalıdır. Birinci tənlikdən 3a bərabərdir. Mənfi 7-nin üzərində 4 gəldi. Mənfi 3 eləyəcək. A olacaq mənfi 1. 5-dən 1 çıxanda 4 olur deyə B oldu 2. Bizdən soruşur AB hasili. Mənfi 1-i 2-yə vuranda cavab oldu mənfi 2. Yaş məsələsi. Atanın 32, oğlunun isə 4 yaşı var. Neçə ildən sonra atanın yaşı oğlunun yaşının 5 mislinə bərabər? Neçə ildir bilmirəm. Yazıram plus x. Tutaq ki, x il keçdi. X il keçəndə həm ata, həm oğul x il qədər böyüyür. Deyir ki, atanın yaşı oğlunun yaşından 5 misli olsun. Yəni ata oğuldan 5 dəfə böyük olsun. O zaman 32 plus x-i bərabər eləyərəm 4 plus x-in 5 mislinə. Tənliyi həll eləsək, 32 üstə gəl x bərabərdir 20 üstə gəl 5x. Yəni 4x bərabər olar 12-yə, x bərabər olar 3-ə. Bizdən nə soruşulurdu? Elə il soruşulurdu. Olacaq cavab 3 il. Baxaq 26-cı suala. İfadəsinin qiymətini hesablayın. Deməli, kəsr xətti çəkirəm, başlayıram yazmağa. 3 üstündə mənfi 5 vur. Aydın məsələdir ki, burada mənfi 4 ilə 3-ü bir-birinə vurub. 3 üstündə mənfi 12 yaza bilərəm. Kəsr xətti çox uzun oldu sanki. Aşağıda nədir? Bu, görə bildiyim qədər 3 üstü 5 deyəqin ki, olur 3 üstü 5. Baxın, 3 üstü 5-i mənfi 3-ə vurub 3 üstündə mənfi 15 yazmalıyım, düzdür? Vur olsun, 3 üstündə mənfi 3. İndi məsələ nədən ibarətdir? Vurma zamanı qüvvət üstləri toplanılırdı. Mənfi 5 ilə mənfi 12-in cəmi mənfi 17 eləyir. Aşağıda da eyni söhbət. Mənfi 15 ilə mənfi 3-ün cəmi mənfi 18 eləyir. Sonraki mərhələdə bölmə zamanı isə qüvvət üstləri çıxılır. Baxın, mənfi 17-dən çıxmalısam mənfi 18-i. Bu nə demək olur? Əlbəttə ki, 3-ün üstündə mənfi 17 plus 18 deməkdir. Çünki 2 mənfi bir-birinə dəyər. Yəni 3 üstündə 1 cavab olmuş olur 3. Sonra da deyirsiniz ki, asan sual yoxdur. Görün necə asan sualdır 27-ci sual. A-nın ədədi silsiləsində A1, A2, A3-ün cəmi 12-dir. Deməli, mən bilməliyəm ki, A1 ilə A3-ün cəminin yerinə 2 dənə A2 yaza bilərəm. Niyə görə bəs belə eləyirik? Çünki ortada duran hədd
Sağ solundakıların cəminin yarısıdır. Yəni A2, A1 ilə A3-ün cəminin yarısı olur. Çarpaz vuranda da normal olaraq belə bir ifadə alınır. Onda biz 3 dənəli bir toplanan olan tənliyimizdə A1 ilə A3-ün cəminin yerinə 2 dənə A2 yazası olsa, ortada bir dənə də özümüzün A2'miz var axı. Bunların hamısını toplayanda 3 dənə A2 yaranacaq. 3 dənə A2 13-dürsə, A2 özü olur 12-ni 3'ə bölürəm, deyəsən 13 dedim. 12-ni 3'ə bölürəm 4 olar. Deməli, bizdən də elə onu soruşurdu, cavab oldu 4. 28-ə baxaq. 5 nəfər A, B, C, D, Y neçə müxtəlif üsulla sıraya düzülə bilər? Y ortada olmaq şərti ilə. Deməli, 1, 2, 3, 4, 5. 5 dənə yerimiz var. Y deyir ortada olsun. Yəni burada. İndi digər 4 yerdə aydın məsələdir ki, qalan A, B, C, D-ni istədiyim cür 30-dura bilərəm, düzdür? Yəni, hər yer üçün A, B, C, D-dən hər hansısa biri yerləşəcək. Təbii ki, hərəsinə biri olmaq şərti ilə. Əslində, məntiq çox rahatdır. Çünki 5 dənə adamdan artıq biri yerləşib. Geriyə qalan yerlərə, məsələn, bura 4 nəfəri qoysam, bura 3 nəfəri qoya bilirəm. Bura 2, burada son qalan 1 nəfər qoya bilirəm. Bu da 4, 3, 2 və 1-in hasili bizə verər 24. Bir üsul budur. Digər üsul nədir? Birbaşa Y-ni qoyandan sonra yerdə 4 nəfər qalır axı. Birbaşa permutasiya 4 və ya 4 faktorialda hesablaya bilərdiniz. Çünki 4 nəfərin yer dəyişməsi demək 4 faktorial deməkdir. Mənim dəyərli şagirdlərim. Deməli, 29-cu sualı sizə öz metodumla izah eləmək istəyirəm. İndi hər kəs toplama, çıxma, vurma, bölmə, faiz tapmaq, məhlul tapmaq və s. hər şey bilir. Əla, gözəl. Amma mən öz metodumu bölüşüm sizlə. Razı qalsınız, bəyənsəz, istifadə eləyərsiniz. Deməli, 300 qram 20% duz məhlulu üçün. Dərhal məhlulumun sxemini çəkirəm. 300 qram altından da faizini yazıram. Sxem çəkmək deyəndə nə nəzərdə tuturam? Məhlul həmişə duz və su olmaqla 2 yerdə ayrılır. Birincisində bizə deyir ki, 100 qram su əlavə elə. Nə gözəl. Bunu bir dənə gəlin indidən kopyalayaq, bizə lazım olacaq. Deməli, 100 qram su əlavə eləyirəmsə, birinci növbədə mən bunun duzun suyunu bilməliyəm. Əgər 320%-dirsə, demək 300 qramın 20%-i deməli duzdur. Yəni ki, 60 duzdur. O zaman suya nə qədər qalar? 300-dən 60 çıxaram, 240 qalar. Bizə deyir ki, 100 qram su əlavə elə, plus 100. O zaman ümumi miqdarda 100 qram artırmalıyam. Beləliklə, yeni sxemim olacaq ümumi 400 qram. Faizi təbii ki, dəyişib artıq. Hər hansısa bir P faizi qoyuram. Sxemlərimi düzəldəsi olsam, duz olduğu kimi yerindədir. Amma su artıq dəyişib 340 qram olub, düzdürmü? Gəlin buradan P faizimizi tapaq. Əvvəla duz fikir versəz, bunlar D, Y variantları uyuşmur. Çünki bizim duzumuz 60 qramdır. P faizi hesablayaq. Normalda 300'ün 20%-ni tapıb duza yazdıq. İndi də 400'ün P faizini duza yazmalıyım. Yəni ki, tənliyi belə qururam. 400'ü P-yə vurub 100'ə böləndə 60 alınmalıydı. İxtisarlarımızı eləsək 4P bərabər 60 tənliyindən P-ni taparam. 15%. Bu qədər asandır. Demək ki, birinciyə getdi B. Bu oldu bizim birincimizin həlli. Keçək eyni məntiqlə digərlərinin də həllinə baxaq. Artıq mən eyni sxemi təkrar yazmamaq üçün kopyalayıb yazacağım. Baxın, 100 qram bu dəfə duz əlavə edirəm. Bayaq tapmışdıq, demək 60 və 240 idi. 100 qram duz əlavə eləyəndə 60-ın üstünə yalnız əlavə edirəm, bir də bura. Yeni sxemim nə hala düşəcək? Deməli, olacaq yenə ümumi 400 qram. Faiz yenə hər hansısa bir P faiz olsun. Duz su olmaqla 2 yerə ayırsam, su 240'da dəyişməyib, amma duz olub 160. Demək ki, bura D variantını aid eləyəcəm. Həmçinin P faizi də tapaq. 400'ü P'yə vurub 100'ə böləndə 160 olmalı. Yəni 4P 160'dırsa, P 40'dır. P 40% olmalıdır. Yəni C variantı. Digər tərəfdən bir də D variantı bura getmiş olar. Son olaraq qaldı bir dənə üçüncünü tapmaq. Ümid edirəm üçüncünü bir tər sıxışdırarıq bura. Biraz kiçildək həcmini. Aha, bu da olsun bizim üçüncümüz. Burada da yenə eyni söhbət. 60, 240'ı yazırıq. Deyir ki, 40 qram su, 60 qram duz əlavə elə. Deməli, 40 qram su plus 40, 60 qram duz plus 60. İndi ümumi nə qədər artım oldu? 100 qram düzdür. Ona görə ümumi 100'ü də üstünə gələrəm.
Yeni sxem necə olacaq? Ümumi 400 qramdır. Faizi bilmirəm. Duz su ayaqlarını düzəldəsi olsam, duz olacaq 120, su olacaq 280. Yəni ki, Y variantı gedəcək. İndi P-ni tapaq. 400-ü P-yə vurub 100-ə böləndə alınmalı idi 120. Bunları ixtisar aparsam, 4P 120-dirsə, P 30%. Yəni A variantı aid oldu bura. Bir də Y variantı aid olmuş oldu. Bu belə. Biraz yerimiz çatmadı. Son hissəni pis yazdıq. Baxaq 30-cu sualımıza, isbat sualımıza. Deyir ki, MA, MB medianları perpendikulyardırsa, isbat elə ki, həmin üçbucağın sahəsi bu düsturdan tapılır. Əvvəla iki mediandan danışır, amma mən üçüncü medianı çəkmək istəyirəm, çünki bizə lazım olacaq. Biraz eybəcər çəkdim. Nəysə də indi bir təhər məcbur eləyirik ki, oradan gez. Nəysə, siz boş verin. Medianın funksiyası nə idi? Qarşı tərəfi yarıya bölmək. Məsələn, bunlar əgər 3 xətdirsə, burada 3 xətdir. Eyni məntiqlə deyək ki, məsəl üçün, buranı bir xət qoydumsa, bura bir xətdir, bura 2 xətdirsə, bura 2 xətdir. İndi nədir sözümün canı? Medianlar üçü eyni nöqtədə kəsişir. Kəsişdiyi nöqtə G nöqtəsi, yəni ağırlıq mərkəzi adlanır və təpədən başlayaraq 2-1 nisbətində bölünürdü. Gəlin belə bir iş görək. Məsələn, başlayıram buradakı A tutaq ki, M medianına. B, K olsun, bir də C, T olsun tutaq ki. İndi mən BK medianını 2x və x kimi yaza bilərəm. Hissələrə bölə bilərəm. AM medianını da 2y, y olaraq bölə bilərəm. ST medianını da 2z və z olaraq bölə bilərəm. Düzdür də, yəqin ki, bunlar razıdır. İndi mən nə edirəm? Götürürəm. Sadəcə və sadəcə bir üçbucaq seçəcəm. O üçbucağın sahəsini tapacam. Kəsişdiyi nöqtə G nöqtəsidir. Bir tər sığışmasa da orada qeyd eləyək G nöqtəsi olduğunu. Üçbucaq BAC. Bu üçbucağın sahəsini tapmağa çalışacaq. Bu üçbucağın sahəsi ümumi ABC üçbucağının sahəsinin 1/3 hissəsidir. Niyə? Çünki iki medianın kəsişməsindən əmələ gələn hissədir. Baxın. Rəyləyəcəyim üçbucağa fikir verin. Bu üçbucağın sahəsi ümumi üçbucağın sahəsinin 3/1 hissəsidir. Sadəcə bunu desəydim, altda bir hissə olardı. Amma bütöv götürdüyüm üçün 3/1. Həmçinin baxın bu da. Bu üçbucaqda ümuminin 3/1 hissəsidir və yaxud da bu da ümuminin 3/1 hissəsidir. İndi sözümüzün canı nədir? Bu qaydanı bilirik zaten. Bunun sahəsini isbat eləyə bilərik. Bəs mən BAC üçbucağın sahəsini necə taparam? Düzbucağın üçbucağı deyil. Düzbucağı üçbucaqdırsa, katetlər bir-birinə perpendikulyarda sahədə katetlərin hasili ilə tapılır. Hasilinin yarısı ilə tapılır. Onda bunun yerinə nə yazaram? Katetlərin hasilinin yarısı. Yəni 2x ilə 2y-in hasilinin yarısı yazaram. Yəqin ki, bildikdə hardan gəldi? AC 2y-dir, BC 2x. Hasillərin yarısı. Bərabər 3/1. ABC üçbucağın sahəsi də elə qalır yerində. O bizə lazımdır çünki. İndi məsələ nədir? 2-nin birinin ixtisar aparası olsaq, S üçbucaq ABC nəyə bərabər olur? Neynəməliyəm? Burada qaldı 2xy. 2xy bölməliyəm 3-ə. Düzdür? Daha doğrusu bölməliyəm 3/1-ə. 6xy edir, düzdür? İndi 6xy eləsin. Bizə dedi ki, bayaqları deyir o medianların hasilidir. Medianların hasili ilə yazıla bilər. Görək düzdürmü? Mən burada qabaqda 3/2 yaratmaq istəyirəmsə, nə etməliyəm? 6xy necə parçalayım 3/2 yazıramsa? 3-ün ixtisar getməsi üçün 3 yazmalıyam. 9 yazmalıyam, değil mi? Ümumidə düzdür. 9 vur xy kimi parçalayıram. Bəs 9xy necə parçalayam? 3x-in 3y hasili kimi. 3/2 3x vur 3y kimi parçalayım. İndi bundan sonra nə edə bilərəm? 3/2 3x-in yerinə aydın məsələdir ki, mən BK yaza bilərəm. 3y-in də yerinə AM yaza bilərəm. Onlar da uyğun olaraq medianlar idi da. 3/2 vur M
Tutaq ki 1, o birisi də olsun M2 və yaxud da MA, MB. İndi nə deyirsənsə deyə bilərsən. Beləliklə isbat tamamlanmış olur. Ümid edirəm aydın oldu hər hissəsi. Yenə də nə qaranlıq qalarsa, hər hansısa başa düşmədiyiniz hissə mütləq yazıb soruşmağı unutmayın. Hələlik.